Təsirlik halın istifadəsi haqqında biz sizinlə çox danışdıq. Gəlin bugün isə onun praktiki şəkilçiləri haqqında danışaq. Təsirlik halda elə məqamlar var ki, şəkilçilər dəyişir, elə məqamlar var ki, şəkilçilər dəyişmir. Bugün dəyişən halları haqqında danışacağıq. Deməli, təsirlik halda əgər söhbət təkdən gedirsə, iki situasiyada şəkilçi dəyişəcək. 1. Qadın cinsində əgər söz A və yaxud ya hərfləri ilə bitirdisə, onu dəyişəcəyik U, U hərflərinə. Misal üçün, я вижу маму, машину, тетю, bibini, xalanı deməkdir. Bu şəkildə biz dəyişəcəyik onları. Və ikinci situasiya, kişi cinsi canlı olarsa. Mən qardaşı görürəm, oğlanı görürəm demək istəsəm, deyəcəm ki, я вижу брата, я вижу мальчика, я вижу парня. Görürsünüz, mən bura A və yaxud ya hərflərini artırmışam. Bu iki halda biz təsirlik halda şəkilçiləri dəyişəcəyik. Bəs onlar nə vaxt dəyişməyəcəklər? Əgər bunu bilirsinizsə şərtdə yazın və özünüzü yoxlayın. Növbəti videoda isə mən onun ətraflı izahını verəcəm.